Həzrəti Musa əleyhissalam Allaha dedi ki, ilahi, istəyirəm ki, peyğəmbərlərin də başa düşmək olmur ki, qəribə istəkləri vardı Allahdan. Dedi, mən istəyirəm cənnətdəki qonşumu mənə indidən göstərəsən. Kim olsa yaxşı? Dedi ki, sənin başında qəssab var, o. Qəssab niyə görə? Getdi ona, demədi hələ heç nə. Gəldi, tanış oldu, görüşdü. Dedi, gedək sizə qonaq eləməni apardı. Musa əleyhissalam göz qoyur buna ki, bu mənim qonşum olacağı ulul əzm peyğəmbərin. Musa əleyhissalam da təəccüblənmir. Sadəcə gəlib görsün bu qəssab nə əməlin sahibidir ki, Musanın qonşusu olacaq. Deyir, oturdular çörək yeməyə. Baxır, bir xüsusi əməli yoxdur. Deyir, bu yiyə-yiyə gedir o bir otağa, gəlir, gedir, gəlir. Musa əleyhissalam baxır, görür ki, bir xəstə anası var, qoca anası var. Bu yemək hazırlayır onun üçün. Sonra görür hazırladı, aparır onu yedizdirir. Yedizdirə anası dua edir ki, Allah sənin Musa əleyhissalamla məşhur eləsin. Vəssalam. Ananın duasıdır, anaya xidmətin nəticəsidir ki, bir qəssab gəlir Həzrəti Musanın dostu olur.